Azərbaycanda həqiqətən seks acılığı var. Yəni sekslə məşğul olmur adam, cütləşməklə məşğul olur və göz doymur deyə xəyanətlər və digər şeylər baş verir. Qadına da aiddir, kişiyə də aiddir. Cinsi acılıq insanın gələcək həyatına da təsir göstərir. Çünki cinsi olaraq özünü tanımır axı. Məsəl üçün özünü təkmilləşdirməlidir adam, bir iş qurmalıdır, iş gücü olmalıdır. Amma nə edeyim, bir dənə iPhone alım ki, 4 dənə qız minsin maşına düşüncəsindədir. Yazıq BMW-nin o səviyyəsini gətirib çıxarıblar da. Sən bu söhbətləri hardan bilirsən? Hə? Sosial mediadan, paylaşımlardan, ətraf Yox, mühitindən. sırf iPhone almalıdır ki, 4 dənə qız minsin hardan eşitmisən? Mənim böyüdüyüm məhəllə, sonra ətraf mühitim, əsgər yoldaşlarım, sonra o Azərbaycanca mühit deyəndə alınmırdı. O kruqum vardı. Hansı ki o bir kruq, kriminal kruq da belə dırnaq arası. Kruqum var. Həmin kruqun yoxdur, sadəcə tanışlardı da. Həmin kruqun içərisində gedən söhbətlər bunlar olur əsas. Bunu eşitməmişdim. Hə, həqiqətən, yəni F10-dur, F30-dur, nə bilim, F-lə olan bir şey alanda qızlar baxırlar, belə bir inancına sahib olurlar, nəsə belə bir şey. Təzə söhbətdir, yoxsa Köhnələrdən var idi bu söhbət və mənə də maraqlı idi. Soruşmuşdum oğlan ki, niyə iPhone almısan? Deyir, belə bir şey var da. Yəni iPhone olanda qızlar maşına minirlər. Bax, o maşının o estetikliyi, cəlbediciliyi məsələsi çox vacibdir də ki, bunu sən hansı niyyətlə eləyirsən və necə eləyirsən.